İbranilərə məktub. 7-ci fəsil. Kahin Melkisedek. Bu Melkisedek Salem padşahı və Allah Taala'nın kahini idi. Padşahları məğlub eləyib geri qayıdan İbrahimin pişvazına çıxdı və ona xeyir-dua verdi. İbrahim də ona hər şeyin onda bir hissəsini verdi. Melkisedek ən əvvəl öz adının mənasına görə salihlik padşahıdır. Sonra isə Salem padşahı, yəni sülh padşahıdır. O, atasız, anasız olub nəsil şəcərəsi yoxdur. Nə günlərinin başlanğıcı, nə də həyatının sonu var. Lakin Allahın oğluna bənzədilmiş əbədi kahin olaraq qalır. Baxın, bu adam necə böyükdür ki, ulu babamız İbrahim belə qənimətlərinin onda bir hissəsini ona verdi. Levi oğullarından kahinlik vəzifəsini alanlar, qanuna görə xalqdan, yəni İbrahim nəslindən olduqları halda, öz qardaşlarından onda bir hissəni almaq əmrinə malikdilər. Amma onların nəslindən olmayan Melkisedek, İbrahimdən onda bir hissəni aldı və vədlərə malik olana xeyir-dua verdi. Şübhəsiz ki, böyük özündən kiçiyə xeyir-dua verər. Burada onda bir hissəni ölümlü insanlar alır. Orada isə yaşadığına dair şəhadətə malik olan bir nəfər alır. Demək olar ki, onda bir hissəni alan Levi də İbrahim vasitəsilə onda bir hissəni vermişdi. Çünki Melkisedek İbrahimin pişvazına çıxanda Levi hələ əcdadının belində idi. Yeni kahinlik nizamı. Beləliklə, əgər kamillik Levillərin kahinliyi vasitəsilə əldə edilsəydi, çünki xalq bu kahinliyə əsasən qanunu alıb, Harun vəzifəli deyil, Melkisedek vəzifəli başqa bir kahinin təyin edilməsi barədə danışmağa daha nə ehtiyac vardı? Çünki kahinlik dəyişiləndə qanunun da dəyişilməsinə ehtiyac var. Haqqında bu sözlər deyilən adam başqa bir qəbiləyə məxsusdur və bu qəbilədən heç kəs qurbangahda xidmət eləməmişdi. Axı Rəbbimizin Yahuda qəbiləsindən törəməsi məlumdur. Musa bu qəbilə barəsində kahinlərə aid bir söz deməmişdi. Melkisedekə bənzər başqa bir kahinin təyin edilməsi bunu daha da aydın göstərir. O, qanunun cismani kahinlik əmrinə görə deyil, tükənməz həyat qüdrətinə görə kahin oldu. Çünki sən Melkisedek vəzifəli əbədi bir kahinsən deyə şəhadət olunur. Bundan əvvəlki əmr zəif və yararsız olduğuna görə ləğv olunur. Çünki qanun heç bir şey kamilləşdirməyib. Bunun yerinə bizi Allaha yaxınlaşdıran daha gözəl ümid verilir. Bu kahinlik isə antsız olmadı. O biri kahinlər antsız kahin oldu. Lakin İsa ona Rəbb and içdi qərarını dəyişməz, sən əbədi bir kahinsən deyən Allah vasitəsilə andla kahin oldu. Buna görə İsa daha yaxşı əhdin zəmanətçisi oldu. Bundan belə, həmin kahinlərin sayı çox idi. Çünki ölüm onların vəzifədə qalmasına mane olurdu. Lakin İsa əbədi yaşadığı üçün daimi kahinliyə malikdir. Buna görə o özü vasitəsilə Allaha yaxınlaşanları tam xilas eləməyə qadirdir. Çünki o onlar üçün vəsadətçilik eləməkdən ötürü həmişə yaşayır. Yeni əhdin baş kahini. Həqiqətən bizə belə bir baş kahinin olması münasibdir ki, o müqəddəs, günahsız, ləkəsiz, günahkarlardan ayrılmış, göylərdən daha ucalara qaldırılmış olsun. O başqa baş kahinlər kimi əvvəlcə öz günahları, sonra da xalqın günahları üçün hər gün qurban təqdim eləmək məcburiyyətində deyil. Çünki özünü qurban verməklə bunu bir dəfəlik elədi. Qanun zəiflikləri olan insanları baş kahin təyin eləyir. Lakin qanundan sonra verilmiş ant sözü əbədi olaraq kamilləşdirilmiş oğlu təyin elədi.